əziz qonaqlar, hər birinizi xoş gördük. Belə bir möhtəşəm gündə, belə bir gözəl Ramazan günündə və bizim gözəl Miray balamızın ad günündə. Görün, nə gözəl bir günə təsadüf edir bizim Miray balamızın ad günü, müqəddəs Ramazan günündə. Allah Teala hər zaman başını uca etsin valideynlərini. Bax, gözəl balamıza görə. Əzizlərim, qız uşağı savabdır. Qız uşağı ruzi, bərəkətdir. Deyir Allah Teala yalnız sevimli bəndələrinə qız verər. Çünkü kız uşağını adi bir dənə körpə balaca qızımızın üzündən bir dəfə öptüyün zaman mələklər yerə elər və onun valideynləri üçün dua edər. Hər gün atası hər axşam evə gələndə ilk növbədə qızıyla görüşüb öpən zaman məkanı deyirlər ki, onun ailesinin cənnətliyi edər Tanrı. Çünkü qız uşağı özünün gəlişiyle öz ata-anasına ruzi gətirər, savab gətirər və özüyle xeyir dua aparar. Onun için de isterdim bizim bugünkü məclisimizin gözəl səbəbkarını bir gürültülü alqışlarınızla bir təqdim edək. Bizim gözəl Miray balamızı gözəl bir